dostum, seni yeni videomda ve kanalımda hoş gördüm. Ve bugünkü videomuz biraz farklı olacak. Çünkü 5 gün sonra buraxılış imtahanım var. Hazırda içimdə həm qorxu, həm də həyəcan var. Amma bu videonu çəkməkdən məqsədim həm sizə, həm də özümə motivasiya verməkdir. İmtahanlar hər kəs üçün çətindir. Amma bu bizim dəyərimizi müəyyənləşdirmir. Çox yorucu dövrdən keçmişəm. Bəzən ağlamaq istəmişəm, bəzən heç oxumamışam. Amma vacib olan pes etməmişəm. Bir səhifə oxusam belə, bu da irəliləyişdir. Heç vaxt özünüzü başqaları ilə müqayisə etməyin. Çünki hər kəsin yolu fərqlidir. Bəzən sosial şəbəkələrdə motivasiya videoları izləmişəm. Amma indi özüm öz motivasiyamı yaratmaq istəyirəm. Bu videonu çəkdiyim üçün artıq özümü daha da ciddi hiss edirəm. Plan qurmuşam. Zamanımı daha səmərəli istifadə etməyə çalışıram. Ən önəmlisi isə özümə inanıram və güvənirəm. Hətta azca bilişlə belə, inanın mənə, çox şey etmək olar. Sən də bu videonu izləyirsənsə, deməli sən də uğur qazanmaq istəyirsən. Və mən sənə inanıram. Biz birlikdə bu imtahanın da öhdəsindən gələcəyik. Hər səhv öyrənmək üçün bir fürsətdir. Əgər alınmırsa, dünyanın sonu deyil. Lakin əgər əlinə fürsət düşübsə, sən onu mütləq dəyərləndir. Oxumaq sadəcə qiymət almaq deyil, öz gələcəyini qurmaqdır. Hər səhər biraz daha da güclü oyanmağa çalış. Qorxma, sən tək deyilsən. Bu videonu bitirərkən isə bir şey unutma. Sən bacaracaqsan. Və bu sadəcə bir başlanğıcdır. Yeni videomu izlədiyiniz üçün təşəkkür edirəm. Belə videoların davamı üçün like atmağı unutmayın. Hər birinizə imtahanda uğurlar arzu edirəm. Hələlik!